Xoş gördük əziz dinləyicilər. Mənfur İran rejimi artıq bütün puaları ərəb ölkələrinə atdıqdan sonra bu gün də artıq 2 gündür ki, məhz Azərbaycana da zərbələr endirməyə başlayır və bu günləri isə məhz Naxçıvana zərbə endirir. Naxçıvanda da ən strateji olan yer olan aeroportdur. Əlbəttə Azərbaycan prezidenti artıq bu barədə sərt bir bəyanat verib. Məhz nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti və Azərbaycan hökumət başçısı, dövlət başçısı İlham Əliyev məhz dünənləri İran səfirliyinə gedib onlara başsağlığı vermişdi. Baxın, xatırlayırsınızsa 2 gün bundan qabaq mən bildirirdim ki, orada dövlət yoxdur. Orada prezident və yaxud da xarici işlər naziri və yaxud da səfirliklər heç nəyə yaramayan bir şeylərdir. Orada yalnız və yalnız qüvvələr Sepaha aiddir. Birbaşa nə edirsə Sepah edir və bu günləri o tülkülər məhv olduqlarına görə bilmirlər nə etsinlər və Azərbaycana da zərbə endirirlər. Və neçə gündür biz bu barədə bildirirdik ki, ictimai fikir insanları, hərbi ekspertlər bu arada bildirir ki, hazır olmaq lazımdır. Baxın, buna hazır olmaq lazımdır. Bəli, bu günləri bu barədə Azərbaycan Müdafiə Nazirliyində mən heç bir qəti bir günah görmürəm. Çünki bunlar aşağıdan uçan pualardır və aşağıdan uçan pualar heç bir radar sisteminə və hava hücumundan müdafiə sisteminə düşmürlər. Bax, burada ikinci isə ən qorxulu vəziyyətlərdən biri, bilirsiniz, artıq Amerika müəyyən mənada Kürd yaraqlarından və IŞİD-dən istifadə etmək istəyir. Bax, buna da yol vermək olmaz. Xatırlayırsa, nəyin bahasına olursa olsun, İranda Sepahans ağlını nə qədər itirsin. Amma lazım gəldikdə necə ki, Türkiyə məlumatı Sepaha vermişdi, məhz Kürd ərazilərini vurmuşlar və bu günləri də həm Türkiyə, həm Azərbaycan bu ərazilərdə ciddi fikir verməlidir. Məhz Suriyadan çıxarılan Kürdlər də İraqa gəliblər. İraqdan sonra və ən dəhşətlisi isə IŞİD yaraqlarından, bilirsiniz, 40 minə yaxın IŞİD yaraqlısının məhz İran tərəfə yönəldildiyi barəsində məlumat var. Bu çox pis ssenaridir. Bu çox pis ssenaridir, çünki bunlar sələfidirlər və sələfilər rafizlərin qanını halal hesab edirlər. Və orada qan su yerinə gedər və ən çox da bilirsiniz, bu keçid Azərbaycan, Güney Azərbaycan ərazisindəndir. Bu mənada biz Azərbaycanlıları qorumalıyıq. Artıq Türkiyəyə vurulan zərbə ilə Azərbaycanlılara endirilən zərbə bir daha bizi birləşdirdi. Bu barədə bəlkə də biz Sepaha təşəkkür bildirməliyik ki, bir daha bizi birləşdirdi. Bir daha neçə aylardır şəxsən Azərbaycanda Türkiyə mediası, hələ də o hovuz mediası, hələ də o Qəzzanın içində bataqlığında batıb və Türkiyə mediası yalandan başqa bir söz demir. Tamamilə ayrı bir informasiya verir. Amma Azərbaycan mediası, Azərbaycanın ağlı başında olan insanlar isə neçə vaxtdır bu barədə məlumat verirlər. İndi nəhayət birləşmək, indi nəhayət bu barədə tədbir görmək lazımdır. Azərbaycan hökuməti də tam sürətdə orduya hazır ol əmri verib və bu barədə məhz IŞİD və Kürd məsələsində biz çalışmalıyıq ki, Güney Azərbaycan məsələsini qoruyaq. Və Güney Azərbaycandan da artıq səslər gəlir. Məncə İran tarixin ən böyük səhvlərindən birini nə elədi ki, Güney Azərbaycanda öz xalqını da parçaladı. Düzdür, bu günlər o xalq fikirləşmir, bəlkə də burada başqa bir niyyət var, amma düşünürəm ki, ən böyük səhvlərindən biridir. Və onu da sizin nəzərinizə çatdırım ki, ilk günlərdə 28 fevralda məhz 350 raket atmışsa, hər gün azalmağa doğru gedir və bu günlərdə cəmi cümlətana 60 zərbə endirib. Və bu da onu göstərir ki, artıq müttəfiqlər İranın bütün qüvvələrini getdikcə məhv edir və hər gündə onların zərbə vurmaq imkanları azalır. Ona görədir ki, bu aqressiya bütün qonşulara zərbə vurmaqla ölkə ərazisində və regionda xaos yaratmaq, bəlkə bu xaosla öz canlarını qurtarmağı düşünürlər. Təşəkkür edirəm.